Mən bu şeiri rəhmətli şairimiz, aşıq sənətimizin ustadı, daha doğrusu ustalarından biri şair Mikayıl Əzəplunun Dağlar qoynunda şeirinə nəzirə yazmışam. İndi gücüm çatan necə lazımdır, oxşatmağa çalışmışam. Yatır şair Əzaplı da dağlar qoynunda, qoca qartal o dağların çağlar qoynunda, şair könlüm duruxubdur, yazmaq çətin karıxıbdır, şamamalar darıxıbdır, tağlar qoynunda. Yol gözləyib aylar illər, susub nəğmə deyən dillər, dərdin, qəmin tər gözəllər, saxlar qoynunda. Eşidən yox heç səsini, çəkib həsrət nəşəsini, çürüdübdür meyvəsini, bağlar qoynunda. Ay haqq verdi, çək nalələr, qoy eşitsin oba ellər, anaların o körpələr, ağlar qoynunda. Anaların o körpələr, ağlar qoynunda. Özbəkistanın Sırdarya şəhərində yazılan şeirdir bu şeir. Allah Mikayıl Əzəpliyə rəhmət eləsin.